Salam aleyküm. Hoş geldiniz. Hə. Yaxşı, birinci sual görək. Birinci sual yəqin ki, hamı düz yazır. Problem olmaz. Birinci sualı Səfura necə işləyəcək? Sən bizə də görək. Aha, K-la necə işləyəcək? 180-ə bərabər gələcək, düzdür. Çünki uyğun tərəfləri istəyir paralel desin, istəyir perpendikulyar ya bərabər bir-birinə ya da cəmi 180. Bunlar 2-3 nisbətli olduğu üçün bərabər deyirlər. Ne edəcək? 180'e Bəli. Sən öz işində olsun, kanun oyna. 2K topla 3K bərabərdir 180. 5K 180 isə K nəyə bərabərdir? 36-ya. Ucağımızın biri 2K idi. 2 36 neçə edir? 72. Bir də 3K idi 108. Balacanı istəyir, kiçiyi. O da edir 72. Bəli, hələ ki düz gedir. İkinci sual. Nəyə gətirməliyik? Ortak məxrəc. Hamısının məxrəci nədir? N-dir. Onda N-də sürətlər nə edəcək? Toplayacaq. Neçə edir? 16. Deyir ki, N-ində qiyməti natural olsun. İfadənin də qiyməti necə olsun? Natural olsun. İndi bunun qiymətinin natural olması üçün Valentina nə düşünməliyik? N necə olmalıdır ki, qiymət natural olsun? Rəva. Məxrəc sürətdən böyük olmalı. Afərin, çox 16 bölənlər olmalıdır da. Dedim də mən. Beynimin sağ və sol tərəfini biraz masaj elə. Yəni biraz işə düşməyib. Əli yox deyə. 16 deyilmədi bura. 16 tam bölünməlidir ki, qiymət necə olsun? Natural olsun. Məsələn, n burada 5 olsa, qiymət natural olar? Olmaz. Onda n nə ola bilər? 1, 2, 4, 8, 16. Desəydi n-in bizə natural yox, ikisində də tam desəydi, bunların mənfilərini də götürə bilərdik. Başa düşdünüzmü? Bəli. Gəldik. Qara yazmışsın, sən keçərsin. Bəli, çəkin. Siz eləsən paylaşırsınız, elə yoxlayaq. Cavab o birlər sənə işləyəcəm də, deyir Aslan. Hər şey yaxşı gedir. İndi bu, adi kəsir hesablamasıdır. Bunu hesablamalı yox. Deməli, Məhəmməd əli hesablamısan mı? Gəlmişdir ki de. Süleyman, necə hesablayacaq? Birinci nə işləyəcəm burada? Birinci mörtəz olanlar. Hə, 2-də 1, üstə gəl. Sonra Süleyman, nə edəcəm? Sonra deməli bunları toplayasın, məxrəcləri toplayasın. 2 topla 5, 7. 1 topla 1, 2. 7-də 2. Bəli, özü atı balkonlar, raşokların arasından çölər. Deməli, sakin. Sürətlər toplanır. Sürət eyni qalır. Sürət yeni qalır, məxrəclər toplanır da. Bəs yadından çıxmışdı. Bilmirdim bunu. Deməli, Məhəmməd əli necə toplamalıyam bunları? Ortak məxrəcə gətir. Bəli, nədir ortak məxrəc? Mərkəzin olan. Aha, neçə gətirib? 5-ə. 5-ə, bəli. 2-5-ə böldü, 2-5-ə böldü. Valentina, ona gətirəcək. Daha uşağın ürəyə patladırdı Valentinanı. Neçə vur Mariam? 5-ə, 5-ə. Yaxşı, səbəşmə. Onda 5 topla 2-2. Onda 7. Sonra Firdo nə işləməliyəm? Toplama əməli. Bəli. Mən də deyirsən desən, bəli. Birinci vurma bölmə işləmir. Bəli, onda 7-ni nəyə bölməliyəm? 10-da 2. Şərt deyil ki, sən gedib 10-da kəsirlə yazmalısın. Yəni belə böl da, 10-da 7 böl, 10-da 2. Bölməni biz kəsir xətti ilə də əvəz eləyə bilərik də. Burada da 7 bölü 2. İkisində də vergüldən sonra bir rəqəm var. Vergüllər atırıq olur 7 böl 2. Neçəyə yer? 3,5. Sonra nə işləməliyəm? Vurmanı. Bunu işləməliyəm. 2 tam 5-də 1. Çevir düzgün olmayana. Bizim çevirsin. Yaxşı da. 5-də 11 vur. 10-da 1. Sən kim deyir ki, ancaq belə vurmalısan. Ürəyin necə istəyirsən, hansı rahatsa vurub hesablayırsan. Neçə ilə vuranda? 50-də 11. Neçə gətirim? 100'ə gətirək. Çünki cavablar onluq kəsirləndi. 2-yə vuracaq, bunu da, bunu da. Neçə yiyəcək? Bizdə 22. Yəni 0-dan belə yazıldı onluq kəsirlə. İndi bunları da nə etməliyik? Toplamalıyıq. Bunlar nə alınmışdı? 3,5. 3,5'in üstünə nəyə gəlməliyəm? Bundan nə alındı? 0 tam vergülün altından 22.
Buna neçə edir? 2, 7, 3. Neçə elədi? 3,72 A variantı. Bəli. Belə hesablayırıq, belə işləyirik. Bəli. Burada indi gəlirik 60-cı sual. Deməli, 60-cı sual. O necə işləməliyik bu 60-cı sualı? Gəl işte görək lövhədə, tez biraz xahiş olunur. Cəlb o zamanımız gedir. Hamı gələcək lövhəyə, hamı. Buyur. Son suallar bize kalmış. İşte bu sual görək. Bir sefer boş koyma. Ha, bir tərəfində qaval boşluqda görülsün. Sol tərəfdə də yaz. Ha, ora Ama əldə, bakarak sonra... göreceydi de ne oldu? Sonra sakit olun. Aha. Oldu. Ha, get, necə işləməzsən işlə. Qayda ilə də gedə bilərsiniz. Belə özünüz. İdeal. Hə. Yeni bedava. Halim uğur verilməsi mən gəlib eləyəm. Ya değil mi? Məndən qorxdum. Ha, tez o işlə. Ben bu ikisini toplayıp bir şey var. Hansı? Bu ikisini. Bu da Toplayıb ikiyə böldü. Yok topluyorum. Toplayıb sonra nə edir? Olur cavab. 130 ilə 10 toplayanda 130. Sil onu. Değil mi? Yox, əlinlə. Elə eləmə. Başın. Sən dayan görə. Sən neynədin? Sən bura niyə vurursan sən bunu? Belə toxun. Belə barmaqlarını almışsın. Ay sağ. İndi o xətt, yuxarıda gələn xətti düşür aşağı düzünə. Uzat. Uzat. Uzansın. Onu uzandır. O hara gəlsən? Ucu haradır onun bir ucu? Adam öyle. Değil. Uzak cümle. Ucu haradır onun? Ucu harada dayanır? O xəttin ucu. Oradan uzat da, uzansın çək. Yazısı fərqli. Hasta. Uzansın. Hara gedir o? Aşağı düşür. Necə gedir elə? Getdiyi istiqamətdə. A'ya birləşdir. Bəli. İndi 130-un çarpazı haradır? Yaz ora. Bəli. Çarpazlar eyni olur da. Ha, yoxsa fərqli olur. İndi qonşusunu yaz 130-un. 180 də qonşusunu yaz. İndi ikisi tam. 30. Üç bucağa görə. Aydındır? Əyləş. Bu bir yolu. Diyeyim biri. Neynədir? Deyəcəkdik. Bunu uzatdı bura. 130'un çarpazı bura olur. Bunun qonşusu 50, bunun da qonşusu 100. Üç bucağın bucaqlarında nə qədər olmalıdır? 180. X doğru nə qədər? 30. Elə mi? Çox. Bir də belə. Biz demişik, bura 130 ise bunun qonşusu nə qədər? 50. Biz demişik ki, ortadakı bucaq qıraqdakıların cəmi olur həmişə. 80, 50 ilə nəyə cəmdir? 30. Belə də tapa bilərsiniz. Bu tip şəkillərdə sağdakı bucaq soldakıların cəmidir və ya da soldakı sağdakıların cəmidir. Yerə, nə var, neynədir? Gəldi burada 2 ilə kopyala. Qar yağırdı. Deməli, növbəti 61-ci sualı bizə izah edəcək. Abdüləziz. Abi, Bu dönüşümü. məncə müsbət olacaq. Niyə görə? Çünki mənim C üstü 8 müsbət eləyir. Aha. Amma A mənfi olacaq. Çünki Bu həmişə müsbətdir. Niyə görə? Çünki qüvvəti necədir uşaqlar? Cütvə. C-ni demirik hala. C mənfi də ola bilər. Amma bilirik ki, həmişə necə qiymət alacaq? Müsbət. Müsbəti nəyə vuranda mənfi edir? Mənfi. Demək bu A necə olur? A dəqiq Mənfi olur da. A dəqiq mənfidir. İndi gəlsən bura A mənfidir. Sonra Abdüləziz. B də müsbət olacaq. Niyə? Çünki orada abi Kiçik mənfidir. sıfır da uşaqlar. Onun mənfi Müsbət alanda mənfi. Demək B də necə oldu? Müsbət. A mənfi, B müsbət. İndi gəlsən Abdüləziz bunun haqqında nə deyirsən? Mənim o müsbətdir. Çünki Üstü 6-dır. Yəni bu necə olmalıdır? C də müsbət olacaq. Müsbət olmalıdır. Çünki- 2 böyük 0 daxil. Çünki buna mənfi desin, mənfi üstü 5 mənfi eləyir. Mənfi ilə müsbət aparan mənfi eləməli daxil. C necə oldu? Mənfi. Deməli bizə A, B, C-nin işarəsi. Hə, müsbət. Onda A necə oldu? Mənfi. B, müsbət. C, müsbət. Mənfi, müsbət, D variantı. Bəli. Hattadır elə. Belə. Bəli, baxın. İndi gəldik bu sualı bizim üçün işləyəcək. Deməli, Rəvan. Gətir. Gəlin. Yox, Gələn gətir. yedir. TikTokda qabama çıxdı bu sual. O tekaya düşəcək deyə.
Orada necə çıxır? Sağlamın salamat belə deyil. Bizdə güzəş hesabı yoxdur da. Yəni fərqi yoxdur. Hə, siz də yerdə işləyə bilərsiniz. Açın kitab dəftəri, sumka burada bar bağırır ki, Fərid xan mənim ağzıma çora çıxmaq istəyirəm, hava çatır onun sənədə bu dəqiqə. Deməli. Burada X mənfidir dəyər. Bu nə Yox. üstə? X mənfidir. Dörd parmağı. X mənfidir. Aha, bəli, bəli. Ona görə olduğunu Niyə görə? Yəni çünki 5-dən mənfi bir şey çıxanda. Ay, soğuk. Bir dənə. O kimi çıxdı. Ya sonra. X mənfidir, mənfidən 7 çıxanda tərsinə çıxacaq. Çünki modun içi mənfi alınır, ona görə. Afərin, düzdür. Yəni, indi mən bu uşağa nə deyim? Bir də bunu tənqid edeyim, yox, düz işləyir. Hə, sadələşdirir. Orası şikəstdir müəllim ya. Dəxti gətirir. Hə, sadələşdirir. Yaxşı, soruşlaşır. Neyimi mən? Sadələşdirir, topla çıxdı. Mənim şərəkət səbləşir. Məsələn, mənfi x eləyir 4x. 0. Mənfi x 4-ü də bir dənə topla. Hə, saçlı olur, yerdən yerdən danışsan, kimi də danışsan, sən çıxarsan burada. Aha, sonra yerdə nə qalıb? Söz ondan. Aha. Aha, 12. Aha, bəli. Aha, aha, sonra cavab neçəyir? 12, bəli. Aylaş, düzdür. Düzdür. Bəli, indi bir də üstündən tez gedirəm, sizə bura baxın. X necə ədəddir? Mənfi ədəd. Məsələn, bir dənə mənfi ədəd deyək, mənfi 1 tutaq ki. İndi 5 çıx mənfi 1. 5 çıx x mənfidir axı. 5 çıx mənfi 1 necə? Müsbət ədəd aldı. Modulun içi müsbət alınırsa, olduğu kimi çıxır. Bunu bir dəfəlik bilir. Modulun içi mənfi olsa, ay bir fikrim burada olsun. Modulun içi mənfidirsə, əksinə. İndi bax, x mənfi 1 demişdir, mənfi 1, x-ə mənfi 1-dir. Mənfi 1 çıx 7. Səfirə neçə edir? Mənfi 1 çıx 7 neçə edir? Mənfi 8 da. Modun içi necə oldu? Mənfi. Necə çıxacaq? Əksinə. 7 çıx x. Əksinə deyin, öyrəşin, tərsini deməyin. 7 çıx x. Sonra topla 2x, sən modulla düşün. Moduldan kənar olunan şey yoxdur. Can, yarım çıxdı. Mənfi x, mənfi 2x, burada müsbət 2x. Bunlar neynədir? Getdilər, yerdə qaldı 5 topla 7, 12. Bu da belə uşaqlar. Yaşını görmədiniz. Deməli, gəldik 63-cü suala. Gəlir şərqiyyə. Buyur. Ben gelelim. Deməli, buyur, gəlir. Ayıp, bu yazmama ayıp. Ayıb. Ay, Aha, tənbələrin qaydası. Hadi bunu. Aha, çünki ümumi 15'dir, birinə x-dir, birinə 15'dir. Alt-alta şey edib, bəli. Bəli, həll elə, bütün video baxanlar da sənin izahı bəyənəcəklər mənə. Like. 120, mən sənə kömək edirəm, 120. Yorumları beğendim. Uşaq sizin üçün sual izah edirəm. Abone olun. Düzdür, bəli, bizdən də adını istəyir. Rəvan, sənin adına düz işlər, nə səhv çıxardı? Afərin, bəli. Aydındır, tənbələrin qaydasını bilməyən, çıxsın otaqdan. Adasın. Deməli, gəldi. Bura 8, bura 12. Buranın ümumi neçə verib? 15. Bura bir x deyirsənsə, bura 15 çıx x olur. Bəli. Bəziləri gəlir, bura x çıx 15 yazır. Tərsinə. Ümumi 15 tapır. Bura x ise, bura 15 çıx x. Sonra nə edirik? Bu. Bəli. Böylük sonra muni eləyirsiniz, çarpaz. X-i tapdınız, adı oldu. Bəlkə deyəcəyini istəyir, onda 15-dən 6-cı çıxmayırız. Deyəcək? 120 Çox sağ ol, 9. Yox, Deməli, Yok da. bu şəkildə. Gəldik növbəti sual. Musa, Yatır. necəsən? Sənə sual soruşacağım. Musa. Aha. 64-cü sual. Qar Bir yağdı. bucağı, üç bucağı kat etməli. Fəriha buyur gəl bura.
Amma rahat sual verin. Gəleyim mən. Sən axırarsan dedim, ben nəsə gəl. Mən də atmışam, gələ bilərəm. Bilmirəm, açma. Ayıp dedi, sual atma, ayıp. Tapa bilmədim. Ayıp. Ayıp. Atın. Hə, yaxşı. Bir dənə kör bucağı sucaq çəkirik. Hə, nə bilim. Mən deyirəm də. Hə, düz bucağı sucaq çəkirik. Bəli. Katetlərə yazırsan. 7K, 24K. Bəli. Hipotenuz da bilmirik, yazılıb bir dənə əlifbanın bir hərfi. Gəl. Yaxşı, P yazılıb. Bəli. Bəli. Sonra pif işi təqdim edirik. Pif işi. İndi perimetrdə P, orada P yazdı. Əlifbada hərf Hipopotam. Hə, nəsə evi yox. Əsas o da hərli düz işləsin. Bəli. Bərabərdir. Bəli. Bəli. Görək indi. Manitə sən bilirsən də bu sual həllidir. Ehtiyac yoxdur yazmağa da. Yazmayın. Məhəmməd Əli də bilirəm. Mən gəlmirəm. Yazdığım halda yazmışam. Ben 24'ün yukarı 624. Yox, hesabla alt-alta vurursun. Ezberlemişim. Bu adam özü tapanda yadında daha yaxşı qalır. Yoxsa öyrəşir, qonşudan soruşur, oradan soruşur, buradan soruşur. Həmişə də qalır soruşa. Amma o 49-un zadın üstündə. 2 dəfə özü hesablasır, yadında qalacaq onun. Bir dənə. Aha. 76. 50-lə, 4 şöyle. 65'e mən gəldim. Deməli, tələsmin özün deyəcəm. Bəli. Sonra o da eləyir, toplar. Deməli, 625 7 falan yox, 625 eləyir toplayanda. Çox cübücü. Mən çox cübücü tamam. Bak var. Hə, gəlmə. 6725. Onda P nə qədər olur? 620. Aha. 25 oluyor. Bəli, 25 nə? 25K. Bəli, P oldu 25K. Hipuş oldu 25K. Bəli. Hipopotam. İndi bizə də nəyi verib onu? Perimet. Perimetri neyniyəcək? Sağ tərəfdə. Bəli. Topalayıb bərabər eləyəcək. Qıçıya. Perimetri. Uğur yazmışsan da bu sualı. Yazmışdım olmasa. Üye yazmışdır bu sualı. Mən yine 7 Sual yazıda işləmək deyildim. lazımdır da. Bəli. 56 yox, 36 yox yəni. Bəli. Görürsən? Diqqətli ol. Hə, bizə də hipoşes deyir. Nə qədər olacaq? 25. 25'i de 2'ye vuracaqsan. Çünki betonuz 25 kaldı, evcə 50. Bəli. Anladınız? Nisbət deyəndə K-larla yazırıq. K tetləri 7-nin 24'ə verib. 7K, 24K. O dəqiqə bura bir dənə hərf deyirsən, məsələn P dedi. Betonuz nədir? Pifagor tətbiq edirsən. K tetlərin kvadratları cəmi, özü çoxu gedir belə yazır. 7K-nın kvadratı. Ay bala, ümumi. 7K ümumi üstünə kvadrat, 24K-nın ümumi kvadratı bərabər olmalıdır P-nin kvadratına. Bunları kvadrata yüksəlib toplayanda 625K kvadratı. Nəyin kvadratıdır bu? 25'in. Yəni K da var da, bu 25K. Onda 3'ün də cəm nə qədər olmalıdır? 112. 56K eləyir ümumi. 56K 112-dirsə, K olur 2. K 2-dirsə, betonuz olacaq 25 vur 2, o da 50. Şəkildə. Rəsmi. Deməli, gəldik bu suala. Nilagər işlə. 65-ci sual. Bir hədli çox hədli. Yəni adi vurub açmaq, vurub sadələşdirmək. Buyur. Deməli, evdən qaldı. Hə, təbii ki, qüvvətləri birinci açırıq. Qüvvətləri açırıq. Yəni, o da həmçinin qüvvəti açırıq. Bilirsiniz də orada mənfi gedir. Çünki qüvvəti cütdaq kvadratdır. Mənfi olur müsbət. Qalan şeydə artıq bilirsiniz. İxtisar edirsiniz. Sonra. Bəli. Qələm işləmir. Hə, söz var. 5. İtirəmək çıxdı. Bəli. Hə,
Nə deyir? Qüvvəti neçədir bir həddidir? Bir dakika ben. 35. Qüvvət oldu 35. Bir həddinin qüvvəti deyəndə nə edirik? Hərflərin üstünü toplayırıq. Sən görürsən yenə də oxuyarsan. 35. O da əmsal da 3'dür. 35 əmsi toplayanda 38. Gəlir mən sadə sual səhv yazdım. Görürsün yəni? Ben buradan sana. Yerə. Bəli. Başa düşdünüz? Benim deyəsən mən əsəb yazmışım. Burada düzəlib çalın. 80 səhv edir. Sağ ol. Tutalım kimi Hə. Burada yəni çətin bir şey yoxdur. İzaha ehtiyac var da. Bura baxın sən bura bir dənə. Valentinam. Məhəmməd Əli Oğuz. 3 üstü 3 27 eləyir. 4 üstü 3 64. Qüvvətə vurulur həmişə. Bura baxın. 2 3-ə A üstü 6. B üstü 5 3-ə 15. Bu da həmçinin 8-in kvadratı 64, 3-ün kvadratı 9. A üstü çənə. A üstü 8. B üstü 6. 64, 64 getdi. 27 ilə 9-a böləndə 3. Qaldı burada 3. A üstü 6, A üstü 8, A üstü 14. B üstü 15, B üstü 6, B üstü 21 oldu standart bir hərflə. Standart bir hərfdə də qüvvət tapmaq üçün hərflərin üstlərini toplayırıq. Eğir 35 qüvvət. Əmsal da 3 olan cəmisi 38. 66 məndə alınmır diye. Yazmışam. 66. Yaxşı, belə. 66-cı sual. 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 Hülya. Soru baxılır. Hülya. Hülya. Firudi. Firudi. Valentin orada gözləyir bayadan uşaq. Və müəllim mən demədim bezib yorulacaq. Bırak. Valentina ben başımdan görsəm belə sordu. Sami. Deməli. Gəldi. Gəl Valentina. İndidən qoymuş. Sən o biri qolbuda, bir dəqiqə sındıralım, sakit ol. Deməli, burada birinci işimiz nədir? Deyir standart şəkildə. Deməli biz bunu nə etməliyik? Vurup açmalı bilirik. Sən bir dənə vurup aç, sənə heç istəmirəm, işləmir. Bir dənə vurup aç. Söhbət. Bəli, bəli. Aşağı indirmiyorsa ihtiyaç yok. Yaxşı, vur aç. Bəli, bəli. Üşümürsən ha bala. Hə. Burada birincidə Sor içəri. Sami mən də burada yeməyim. Qar yağır deyə də ya. Buradan gəldi, buradan. Bu iləriyə çıx, tık tık tık. Hə, tez oradan çıxaş et. burada aylık skaladası nəyə baxır? Mənəm. Bu çıx mənəm sıxıldı. Yazıram. Nə olmasın ayıq YouTube error verəcək. Hə. İndi sən çıxanda bir də söyləyəcəm. Valentina düz. Kamera. Ay, stop. Dur. Bildim. Şoka düşmüş ama. Gibi. Aha. Ay bir dakika. Aha. X kvadratı. Əziyyət çəkirik burada. Niye kvadrat oldu? Ne Yani burada 2'dir, bunun üstüne 3 oldu. 5 şey yok, sıfırda ya. Birdir. Bir de İçinde bir toplayan 2 ediyor. burada vururum axı. Buranın üstüne toplamlı. El parmaq. Mənim qafam sınır. Ben təpiylə buraya. Şirinli istəyirəm, əlim şirinli istəyirəm. Hə, Müəllim, burada da mənfi, müsbət mənfi edir. hansına vurdun? Deyil. İndi necə gəldi vurmadı, necə qarışdıracaqsan. Bunu buna vurdun, elə deyil, bu elə. İndi bunu bəs buna vurdu, buna vurmadın, qoyub qalırsan orada. Neçə edir onda buranda? Aha. Bəli. Söz, sən bundan işin bitdi. Çünki ikisindən də vurdun, keçirsən növbə onundur. Bəli. Niyə minus yazdı? Səbəbin deyil. Bax, yalandan elə vurmamış işarə tapıldadır bura. Müsbətdir, müsbətdir. Tamam elə. Burada da mənfi, müsbət mənfi. Hə, indi işarə heç vaxt əvvəldən yazın. Yəni yazın əvvəldən. Tez ol. Bəli. Sonra? Aha. Sonra? Aha. X. Söz. Bu oldu uşaqlar. Vurub açdıq. İndi burada bizə nəyin əmsalı lazımdır? Nəyin əmsalı lazımdır? X kvadratın əmsalını yığacam. X kvadratın əmsalı lazımdır. Qulaq as. Görsən sən gəlib 3 an götürəcəksən, bilirəm. Bilirəm. Çoxunuz bunu X kvadrat deyəndə bunu götürür. Çünki burada X üstü 16-dır, bəli. X kvadrat deyil, elə deyilmi? Valentin Bəli. başlanır. Yalandan danışma.
X kvadratı neçə yerdədir? 2 yerdə. Birini götürmürsən. Əmsal nədir? 3A nədir? Çıxaltı. Çıxal. Nəyə bərabər eləməlisən? Sıfıra. Nə sıfır? Altı. Bəli, deyir x kvadratının əmsalı 6-dır. Bərabər 6, həll edirsən, A-nı tapırsan. Həll edib A-nı tapırsan. Yaz həllərində, birincisini yoxlasam 6-7 dənə düzüm var. Yaz da həllərində. Bəli. Ben yarım saat. 3A bərabərdir, A-dır orada. 3A bərabər nəyə? Bu da bura keçir. Aha. Hansı ağır keçəndə? Oldu. Bu da üstten olur. Nə işin görürsən? Hə, 3A bərabərdir. Yer yoxdur, o sağ tərəfin. Birləşmiş o ağ yerin üstünə. Tez ol biraz. 3A bərabərdir. A nə bərabərdir? 4-ə. Bəli. Şəkil. A-mız neçə oldu? 4. X kvadratı deyəndə gözün bütün x kvadratlarına baxmalıdır. Hamısının əmsalını götürməlisən. Mənim bundan işim yoxdur. Bundan işim yoxdur. Ancaq x kvadratları ilə işim olmalı. Çünki deyir, x kvadratının əmsalı 6-dır. 3A da mənfi 6. Bərabər edirsən 6-ya əyləş. Sonra gəldi növbəti sual. 67-ci sual. Mənfi bütün göstərici 67-ci sual. Hülya. Bəli. Cavabda Gəldi gidiyoruz bura. valla. Gəldi, Hülya gəl. 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 Ben yarım saat tez bırakabilirsin. Hə, 45 dəqiqə tez bırakacağım. Amma Mənim telefon sizdədir. Ben hakkı bırakarsın. Ahmet getir. Biz otekaya gidelim Mehmet geliriz. Hülya telefonun gitti. Ben gelsin. Gəl. Gəl, nəyə götürmüşsən? Ay ben yok. Ben anahtarı yok. Hə, buyur. Kolunu bırak. Qolun dəydi də, qolu uzun oldu. iPhone var. Bu nedir? Korsan. Datığı. Qolu qoydu. Nasıl ben cipsiz... Ben biraz tərpətsəm, topu düşəcək. Ha. 38 değil. Deməli, görək. Aferin, içində ortaqlıq çıxaracaq. Bəli, 2 dənə üçüncü anı götürmüş. Yox, sən şimdi olmaz. Düşmədim, narahat olma. Hə, içində vuracaq. Musa yazmıştım bu sualı. Nasıl yazır? Ay Ha, söz. o ya. Yaxşı. Deməli burada nə elədik? Bax, təmbülən deyirsə, çoxu belə durub baxır sifatına bu. Təmbüləndir, hə, durub baxmısan, hərf demə. Hərf deməlisən, götürmə də yəqin ki. Hərf deməlisən, Y, təmbüləndə axı. Z, təmbüləndə axı. İndi burada 2 dənə üçbucaq görürük. Bir, böyük üçbucaq, bir də içəridəki balaca üçbucaq. İndi balaca üçbucağa görə Y, Z 154 cəmi nə qədər olmalıdır? 180. 180, 154 sonra Y-dən Z-nə tapırıq? 26. Gəlsəm də böyük üçbucaq. X, 2Y, 2Z. Bax, 2Y, 2Z, X. Yenə 180 olmalıdır, üçbucaqdır. Bu ikisindən nəyə ortaq çıxardırıq? 2-ni götürənə qalan Y topla Z, onu da tapırsan 26. 2-ni də vurursan 26-ya. 52, 180-i də 52-ni çıxanda, X-i tapırsan 128. Telefonunuz ne? Belə. Gəldi növbəti 68-ci sual. 68-ci sual. Deməli. Süleyman işləmişdir bu sual. Sizdən necə işləməliyik? Neyləməliyik? Deməli, birinci 3x çıxsın 2-dir. Deməli, burada x-ə hansı bir adı verilir? Deməli, tutaq ki, Burada neyləməliyik Uğur? O 68-ci sual. yalnız
Səkinə. Qalsın artıq sıfırlaşdırma. 2 modulun cəmi sıfırdan kiçik ola bilməz ümumiyyətlə. Nilay. 2 modulun cəmi heç vaxt sıfırdan kiçik ola bilməz, bu yanlışdır. Demək, bərabərə baxırsan. 2 modulun cəmi sıfıra bərabərdirsə, demək, onların özləri nə olmalıdır? Sıfır. Niyə görə? Çünki 2 modulun cəmi müsbət sıfırıq həmişə. Yəni, ədəd ola bilməz. Çünki bu da ədəd olsa, müsbət bir ədəd ola bilər, sıfıra bərabər ola bilməz. Demək, bunların özləri sıfırdır ki, sıfıra bərabər olur. Onda burada nə edəcəksən? Nəyi? 3x 12 bərabər 0. Süleyman buyur, davam edə. 3x də bərabərdir 12, x də bərabər 4. Və burada Həmçinin eyni 4 20 bərabər 0, 4x də bərabərdir 20, 20-yə, 5 də bərabər 1 də bərabər 5-ə. Bunların cəmisi 9. Belə. Sonra 69-cu sual. Hə, bu sual işləmək lazımdır. Hə. Deməli, necə? Yaşama. Ne oldu? 5. Hər zaman telefonlar. Deməli, yanımsan? Printer səsi gəlir. Yəni. Ədəd orta. Səkincə yaz özün. Sən gəlmirsən? Baxa bilərəm. Telefon qüsur eləyirsən. O nə səsli qoymuşsan? Telefon zəng çalar da. Səslə qanqedir. Hə. Ədəd orta deyəndə nə etməliyik? Toplam Sayına. X-in neçədə nədir? 3 dənə. 3-ə bölüb bərabərsə müəyyən bir ədədə A deyir. Özü verib. Bəli. Hə, ədəd orta sayına bərabər. Sonra üstünə K da gələndə, Abla sən gəlmişdin mi sınava? Sildim. Gözlə. un da yok. Yox, tamam burada. Bunda kimdir, hə? Xalada da... Sən var ya. Çarpaz vururuq. Çarpaz vururuq. Buyur. Deməli, 3 ədədin x-y z-in ədəd ortası A-ya bərabərdir. Böldü 3-ə bərabər edir A-ya. Məxrəcə bir yazım neynədir? Çarpaz. X plus y plus z bərabər 3A. Bunu bildik 3A-ya bərabər. Sonra deyir ki, x plus y plus k-nın ədəd ortası B-yə bərabər. Neçə ədəd var? 4. Neçə bölməliyik? 4-ə. Bunların üçün cəmi onsuz da 3A-da. Bunların üçün yerinə nə qoydu? 3A. Bir də topla k var da. Çarpaz vuranda məxrəcdən bir yazıb. Bu deyir 4B. Bir də deyir k-nı tap da. K-nı AB ilə ifadə elə. K-nı tapasın 4B-dən nə çıxmayıq? 3A. Bəli. Gəldi 70-ci sual. 70-ci sual. 70-ci sual. Bəli, Süleyman gəl baxayım. 70-ci sual. Standart şəkil. Mən deyim, standart şəkildə 10 ola bilərdi, yoxsa ondan kiçik olmalı. Bir ilə Onlar ona kiçik bərabər olmalı. olmalı. Deməli, hasil bir vurmalısan onları bir-birinə. Vurmalısan onları bir-birinə. Arkadaşlar tutmuşsan ha. Yatmasan. Isırma başına. Qıraqdan niməsini sənə budur. Bunu bitirək keçir toplayaq ha. Təmlikləri. Hazır saxlayaq. Dünya ayrı yox ona. Deyirsən, nəyi? İzah vermək istəyirəm. Onun üstünə çək. Bence bana tekrar gidelim bundan sonra. Deməsiz. Hardadır? Mida bizdə. Günay Demirəm. Günay. Hə, söz. İndi orada qiymətli sansıdır Süleyman. Mən getmirəm. 10. Bəs tərtib 15. Tərtib 15-dir. Tərtib üstəkinə deyirik. Qiymətlisə qarşıdakına deyirik. Heç olmasa cəhənnəm evdə oxumursan, burada qulaq as da, qulaq as. Sən gəl barmağı qurdarırsan ki, ayağın corabını çıxardırsan ki, ayağı qurdarırsan. Ay nəmin nəsələn deyirəm da. O lövhəyə bax da. Qüvvət neçədir tərtib? 15-dir. Qiymətlisə neçədir? 10. İndi qiymətlisə hansı aralıq ola bilər? Bir on. Ben de diyorum bu iyi. Olay keçirdi. Qulaq as. Məsələn,
A bərabər M vur 10 üstü K. Qiymətli sənədi burada. M hansı aralıqda olmalıdır? 1 10. Bunu bilmirsən, sən həmişə səhv edəcəksən. Kiçikdir 10-dan. 10 ola bilmir, amma 10-dan kiçik hər şey ola bilər də 9 tam neçədir? Bu 10 ola bilər indi bura. 10 1 kimi yazsan da bunun sənə durub 1. Üstə neyinir? Toplanılır. Olur 1 vur 10 üstü neçə? 16. Sonra gedib tərtibi 15 götürməsən. Amma əslində nədir? 16-dır. Bəli, əyləş. Yavaş ehtiyat keç oradan. Telefondan gəlməsin yerə. Deməli, növbəti sual. Görürəm indi kim qulaq asmır onu çağırsam müdafiə. Deməli, bu indi şifahidir. Deməli, Abdəz buyur sən cavablandır bunu. M 13 artıranda 13 nədir? 3 olur. 3m kvadratı da 6m kvadratı. Sakin. Onlara Sərhəd de görüm. Mən müəllim. Buyur. Ben deyim de. Sərhəd. Həm yerinə də qoyub tapmaq olar. Ancaq yerinə də Bəli, qoyub. yerdə. Ehtiyac yoxdur yerə. De. Yaşı yerdə qoy tap. Düzmü tamam? Sen. Yox, sən de. Sən de. Bu arada isə çox asan, çox asan. Müəllim, mən buna demirdim. Fərq yoxdur, sınav deyil. De, tez ol. Siz hələ də bilmirsiniz, sürətlə necə mütənasibdir? Düz mütənasibdir. Məxrəcinə? Tərs. M hardadır? Sürətdə. M neçə dəfə artır? Onda M-in də üstündə nə var? 2. Neçə dəfə artacaq? 6 oldu. 9 dəfə də. M-i 3 dəfə artırır. Kvadrat olduğu üçün neçə dəfə artacaq? 9 dəfə artdı. Sonra n-nı nə edir? Artır. Nə edəcəm? 4-ə vuracaq. M-ini, K-nı nə edir? İşte azalır. K-nı nə edir? 2 dəfə azaldır. Böyləcə 2. K-nı neçə dəfə azaldır? Ay bala. Kub. Məxrəclə demədik, tərs mütənasibdir. K azalırsa, ümumi qiymət nə edəcək? Artacaq. Artacaq, hara bölürsə. K hə artsaydı, buna bölərdi. Məxrəc azalanda qiymət nə edir? Çoxalır. İndi K 2 dəfə azalır, neçə dəfə? 8 dəfə azalır, yox. Ümumi qiymət artacaq, bir də 8-ə vuracaqsan. Bildinizmi? Məxrəcdəkinin həmişə tərs kimi düşünürsən, tərsinə, əksinə. Amma sürətlər olduğu kimi. Bax, 3 dəfə artırdı, kvadrat olduğu üçün 9 dəfə artdı. Sonra bu 4 dəfə artırdı, amma məxrəc 2 dəfə. Məxrəc 2 dəfə azaldığı üçün əslində 8 dəfə azalır, elə deyil. Amma bunun azalması ümumi qiymətin neynəməsi deməkdir, artması deməkdir. Bu arada buranı neçə yiyir? 288 dəfə artır. Ben yazdım. 2-yə vurmuşam 8. Yaxşı. 72-ci sual. Zahmet almısan 1,5 saat. Ben Qulaq asın. Bax, Musa eşidirsən məni? Musa Kalankatlı. Birə niyə cavab verim? Əslində niyə cavab verir? Mənə cavab verir, ancaq. Qulaq asın. Musa Kalankatlı kim olur? Bu bir işarə. Ürəyim kəsildi. Teşekkür. Nereye göstersen annem? Bildim də da. Mənim niyə? İndi görünür. Ben göster. Yaxşı. Şurada deməli bu telefon qoymuşam bu stolun üstünə. Uşaq da oturub orada. Deməli nətə ayağını uzadıbsa, bir də gördüm. Dedim ayağı yığışdır nəsə. Sonra təzən çəkib təzə olur. Bir də ölüm mənim telefon belə gəlir. Uşaq qorxusundan oradan nətəsə uzandı. Telefon burada olan yer tutdu telefonu. Dedim öldürəcəkdim sən bir şey. Hə. Bax. X, Y, Z necə dəftərdir? Ardıcıl tək. Necə götürəcəm? Olur. Ardıcıl tək ədədləri necə götürürük? Ardıcıl tək ədəd. Bəli. X, y bərabərdir x üstə gəlir 2. Ardıcıl tək ədədlər deyil bunlara. Hərəsindən bir dənə ardıcıl tək ədəddir də. Üçü də ardıcıl tək ədəddir. 5. X üstü. Hə, bilirsən hansı ədədlərdir? Dəyişənlərdir. Təra. K. Ardıcıl tək X ədədlər. üstə 1, X üstə Hə, 1, X üstə 1, X üstə 2. Başqa kim deyər? Ardıcıl tək ədədlər. İnanıram sən düz deyərsən, tam düz. X
Ardıcıl tək ədədlər necə işarə Ben edir? değil mi? Enter. Müəllim, N-lə 2x müəllim, topla 1. Bəli. 2x demində x var. Qayda 2n dəftəri topla var. 1, 2x topla 2. 2n topla 2, 2'nin toplamı. 2n topla 3. Burada x var deyə daha x-dən getmədi. İndi ABC necə ədədlərdir? Ardıcıl ədədlər. Onu necə götürəcəm? Kaç taş var? De. X topla 1. Yine X x topla de 1. En üstə gəl 1, en üstə gəl 2. Bunlar necə ədədlər oldu? Ardıcıl ədədlər. Heç sən gətirib yerinə qoysan da, deyir ki, heç sən bunu hesablayacaqsan. 2-ni nəyə vuracaq? Z-ya. 2 vur nə? 2 üstə gəlir. 2-ni vuran vur neçə yer? 4'e. 4-ün üstə gəl 6. Sonra nə etməliyəm? Çıxmalıyam x-i. Nəyi? 2 üstə gəlir. 2-in Üstə gəl 1. Güzel bir. Adı dıxmalı. ardıdır. Çıx bir də, qabaqda mənfi görmürsünüz. Bunun işarəsini dəyişəcək. Çıxsın nə? Y, yəni nə? 2 2-in çıx 2. Mənfi olacaq. Mənfi 2, mənfi 2. Mənfi Bu dörd. da müsbət 4-dür. Getdi. Getdilər. 6 çıx 1. 5. 5-dən 3. 3. Neçədir? 3. 3. Bəli. Bəli. Yılı. Düz yazmışıq, bir dənə baxın deyəsən. 2 Z. Z-i vurduq neçə? 2-ni topla 1. Burada səhv gedir. Niyə? Ardıcıl tək ədədlər belə gedir, 1, 2, 3 sən gedir. Gördü zaten. Gördünüz yox, o 2-in, o dedi məndə 2-in topla 3 olmalıdır. Birdən sonra 3 gəlməlidir. Beşi değil. Burada 5 olmalıdır. Hə, indi 2-ni vurmalıyıq nəyə? Buna, neçə yiyəcək? 4-in topla 10, sonra çıxmalıyıq x-i nəyi? 2-in çıx 1. Çıxmalıyıq y nəyi? 2'nin sıfır. Bəli, məxrəci deyinindi. 2-ni nə vuracaqsınız? En üst 2'ye. Neçə yiyəcək? Bir də, Üstə 4. sonra çıxsın A, N, çıxsın En üstə B, N, çıx 1. Sürət nə qaldı? 4-in, bu da mənfi 4-in. Getdilər. Hesablayın. 6, məxrəci neçə gedir? Mənfi 2-in, müsbət 2-in. Getdilər. 3, 6-ın 3-ə böləndə 2. 0.5'ti. 0.5'i tat. 2. Yəni. Benim başka şey yok. Sonra gəldik 73. Ha, bunu da hesablayıb da, həlli də buradadır, səkinə yazıb. Ədədin faizini tapanda ədədi faizə vurub 100-ə bölürük. A topla 8 neynəməliyik? 25-ə vurub 100-ə bölməlisən. 25 ilə 100 neynir burada? 25-ə bölürsən bir dəfə, 4 dəfə. Məxrəcə nə yazırsan? 1. Sonra neyirsən? Çarpaz. Çarpaz da. Elə bil ki, bu nədir? A topla 8-dir. Bu da 4 qalıb, neyirsən? Çarpaz. A topla 8-i 1-ə vuranda elə. A topla 8, 4, onu da 7-də vuranda 68. A da bərabər 60. Sonra neçəndə gəlir? 74. AB 2 rəqəmli ədəddir. Həmişə qalıqlı bölmədə normal yazırsan. Kəs xəttinə yazma, qalıqlı bölmədirsə. Bölürəm nəyə? Və A. B-A-ya. Xətt yaddansın. Bərabərdir 2. Sonra qalır 13. Həmişə, harda olur olsun, qalıqlı bölmədə həmişə nəyi tapın? Qalıqlı bölmədə nəyi tapın? Qalıqlı bölmədə nəyi tapacaq? Bölünəni. Həmişə. Qalıqlı bölmə gördünüzsə, nəyi tapacaqsınız? Bölünəni. İbtidai sinifdən də bilirsiniz ki, bölünəni tapmaq üçün Ona vurup qisməti bölənə vurub üstünə qalığı gəlirik da. AB üstünə xətt bərabərdir. B'ye vurursun 2. 2 vur BA. Söydül 13. Birinci işiniz budur. Açırsız o dəqiqə üstünə xətt görən kimi. 10A topla B bərabər. Burada neçə B'dir? 10 B 2'ə vuranda. 20 B topla 20 2 A. Burada 1 A'nı 2'ə vuranda topla 2A topla 13. Hərflərin hamısını atıram. Sola. 10A çıx 2A. 8A. 1B çıx 20B. 19B. 19B. Mənfi 19B. Qulaq as. Heç kimdə yazmayıb bu sualı. 13. Vəssalam, axırda bunu almışıq. İndi bizə deyir ki, A ilə, təbii ki, A ilə B burada rəqəmdirlər. Da maksimum neçə ola bilərlər? 9 ola bilərlər. Bəli. Minimum neçə ola bilərlər? 1 ola bilərlər. Çünki
İkisi də ədədin əvvəlində var, 0 ola bilməzlər. İndi bunların da yerinə qiymət qoyub tapacaqsan, seçim sualı. A-ya 1 verə bilərsən, indi məsələn sual ver. Xeyr. Niyə? Mənfi olmazdı. 8 verə 8. 8-dən 19 vur neçəni çıxanda onu çalınmazaq. Aydınmı? 2 verə bilərsən, o da olur. 16-dan 19 vur neçəni çıxa bilmirsən. Müsbət alınmalı. 3 verə bilmirsən. 3 də verə bilmirsən. Çünki bu gecə 24. Buna ən az 1 versən, 24-dən 19 çıxanda onu çıxarmaz. 5 də alınır, 40 eləyir. Bəli, 4 Alınmır. 4 alınmır. Ben A'ya 4 Beş- B'ye B. A'ya 4 versək, B'ye B'ye 1 1 verir. versə olur. Alınır onda. hə, A'ya 4 versək neçə eləyir? 32. 32. Buna da 1 versək, 9 o zaman. su. 1 ilə 4-ün cəmi istəyir. 5. Bu cür. Belə olanda durub baxmayın da, seçimdir. Yerinə qiymət qoyun. Ben başka Seçim. Bir olmazdı. Yox. Qoy yoxla alınmayacaq. 3-1 olmazdı. Hanı? 24. 24 çıx 19. 13 qalmalı da sağ tərəfdən mənim. Ama buraya kadar gelmişim. O seçme 19 sağlayın. 1 çıx 8-də mənfuz. Hə, Evet. seçim eləmirsən. Hə. Tamam. Neçənci sual? Bu da rahatdır əslində. Buna neçə faiz götürəcək? İlk qiymət həmişə 100%, unutmayın. İlk qiyməti həmişə 100% götürəcəksən. Sonrakını da x%. Sonra nə edirsən? X vur 250 bərabərdir. 100 vur 320. Burada nəyə çarparıq? 50-yə aparaq. 100 ilə bunu. 50-yə böləndə 2, 50-yə böləndə 5. 5-i də bununla 320 ilə 5-ə bölsək bir dəfə. 5-ə bölsək 64 dəfə. X ilə bərabərdir 2-ni də 64-ə vuranda 128. Təbii ki, cavab 128 deyil də, nədir? 128 çıxıyor. Neçə faiz artıb? 28. 28 faiz. Əvvəl 100 faiz olub, indi 128. Oldu 28 faiz. Belə. Sonra. Bölüdün. Can, baxdım. Hə. Əmsallarının cəmi. Qulaq. Bunun əmsal nədir? 1. 1 üstü 4. 1. Bunun əmsal nədir? 5 üstü 4. 5-i 4 dəfə zırdan vur da. 625. Cəmi deyirək, toplayıram da. Mənfi 3 üstü 4. 64. 81. Müsbət eylə də 4 dəfə zırdan vuranda. Sonra. Əmsal neçədir? 1 üstü 6. 1. 2 üstü 6. 64. Çox sağ. Hamısını toplayırsan. Əmsalların sayını deyir. Sərbəst hədd əmsalı hesab olunur da, çoxu gedib bunu götürülməsə. Sərbəst hədd əmsaldır. Götürməlisin. İşarələrini o yox. Məsələn, arzu ilə duyğu. Yazırsan A, bir də D. Nə qədər yaşı var? Bilmirəm. Nə qədər yaşı var? Bilmirəm. Deyib 4 il sonraki yaşların cəmi. Neynəyəcəm? X üstə gəlir 4. İşte de 4. Burası gel dördü. dört. İşte de 4. İkisinin də üstünə qədər nə gələcəm? 4 il sonraki yaşları da ikisinin də üstünə nə gələcəm? 4. Yaşların cəmi nə olacaq? X topla, Y topla 8. İkisi də 4 il artma da bula. Yaşların cəmi deyir. 3 il əvvəlki yaşların cəminin 3 il əvvəlini nə edəcəm? 3 çıxacam. X, Y çıx neçə? 6. Çünki ikisindən də 3 il əvvəl gedirəm də. 3 il əvvəlki yaşların cəmi 3 il əvvəlki yaşların cəmi budur. Bunların nəyindən? 2 misli nə deməkdir? Nə qədər əksi? 1. Çıx bunu işləməlisən. Mən Aynı da işte. yox, ısrarcılığa fikir ver də deyir bunun cəminin 2 mislindən biri var kiçik. Sən buna niyə qayıdırsan? Bundan niyə bir çıxırsan? Hə də bunun 2 mislindən biri var kiçik. Ay sol. Arıcılığa baxmalısan. Heç bir şey vurub açıb sağ-sol edirsən. X plus Y yox, Y olmayacaq. Bərabər 2-ni vurub açırsan. 2x çıx x. 1x qaldı burada. Getdi. 2y çıx y. 1y qaldı burada. 8 durub. Mənfi 13 edir də, bunu da gətir bura. Müsbət 13. Burada da x-dən y qalıb. Neçə elədi? Bizə də indiki yaşlarının cəmi. İndiki yaşa x-dən y demişdi. Nə oldu? 21. İndiki yaşların cəmi istəyir. Bəli. Yaxşı. Gəldi indi 78 yazmısınız? Xeyr. Bunlar
elə çox çətin məsələlər deyil. Qız, oğlan. Qulaq. Qız, oğlan. Nisbət necədir? Məsələn, bu sual çox rahat məsələdir. Nə yazıram? 4K, 5K. İndi qulaq as. 8 qız gəlir, neynəyəcəm? 12 də oğlan gəlir. Sonra bunların nisbəti burada bir-birinə nəyə bərabərdir? 3/4. Çarpaz vur tapdı. 8 qız və 12 oğlan gələndən sonra nisbətləri, yəni nisbət deyən nə edirik? Bölünməsi 3/4-dür. Sonra isə 4/4K. Sonra 32, 3/5K. 16K çıx 15K. 1K. 36 çıx 32. 4. 4. K 4'dür. Bizə deyir, əvvəlcə sinifdə neçə şagird var idi? Əvvəlcə bu idi, 4K-dan 5K idi. 4/4. 16, 5/4. 20. Bunların da cəmi 36. Belə. Ona görə diqqətli olun da, daha belə məsələlər qarşınıza çıxanda özünüzü itirməyin, nə gəl, arzular fikir verin. Əslində çox çətin deyilər. Burada da bir iki dənə məsələ qaldı. Bir gəldi əsas məsələ. Əsas məsələ. Çoxunu bu dəqiqə çıxarsam heç kim işləyəməyəcək. Bəli. Mən işləyə bilmirəm. Belə. Kim işləmirsə gəlsin özünə güvənə. Nəyi? Bu sual. Mən sizə güvənmirəm. Mən də kimsə. Bildin bu məsələyə. Mənim işləmir, niyə qoymusun? Bax, bu səkilə işləyəm, dedi yəqin ki, heç kim işləyəm. Bəlkə sən işləyərsən, anlar. Ay güzəlinə. Tamam işləyin. Arxamda oturmuşdu. İşləsəydim işləyirdim. Gördün. 2 tam onlar üçün tam neçədir? 2. Saçdım. 2. Kəsir səs nədir? Susun da. 3'dür. 10'da 3'dür. Bəli. Yaxşı. Süleyman, mənfi 4 tam 10'da 7. Tam neçədir? Saçdım. Yerdən danış. Tam neçədir Süleyman? Rəvan, tam neçədir bunun? Tamı. Mən deyim, mən deyim. Ad çəkirəm da. Mən 4 deyim. Mən deyim. Abdüləziz, tam neçədir bunun? Mən deyim, nə olar? Mənfi 4. Mən deyim. Tam neçədir? Mənfi 5. De. Mənfi 5. Mənfi 5. Nə deyim? Kəsirsə onda 3. Bəli. Nə ya? Müsbətlərdə olduğu kimi nədirsə onu götürürsən. Yoxsa birdən yetmir. Mənfilərdə tam deyəndə, bax bunun tamı neçədir? Bir geridəki mənfi 5. Kəsirsə bunun 1'ə tamamlayanı olur həmişə. 1'ə tamamlayan nədir? Kəsirsə 0.3'dür. Unutmayın. Mənfilərdə də belə olur. Anladınız? Gəldi indi kök altına. Məsələn deyirəm ki, kök altında 10. Bunun tamı neçədir? Kök altında 10 neçə deməkdir? İlay. 3 tam onda desəsən. 3 tam neçədir da? Bu neçə deməkdir? 3 tam neçə məsələn? Tam neçə oldu? 3. Ədədin kəsr hissəsini tapmaq üçün nə etmək lazımdır? Mən düz yazmışam. 3 çıxılsın ki, uşaq tapla deyir. Ya, çişan çıxır. Ədədin özündən tamını çıxanda nə qalır? Kəsr hissə qalır. Ədədin özündən tamını çıxanda nə qalır? Ədədin özü nədir? Kök 10. Tamı neçədir? Kəsr hissə olur burada kök 10 çıxır. Düz yazmışam. Yox. Deməli, anladınız mı? İndi belə deyirəm. Deyirəm ki, kök altında 45 çıx 4. Ədəd budur. Bunun məsələn tamını da tapaq, kəsr hissəsini də tapaq. Hülya, tamı necə tapacam, sən izah elə mənə. Buyur. Mən deyə bilərəm. Kök altında 45. Aha, harasa birinci işimiz olmalıdır. Deyim. Savaşlar, yerdən danışma. 3 tam Deyim mən. kökdə 5'dir. Neçə yazın buna, təxmini bir dənə qiymətdir buna. Neçə istəndə amma təxmini qiymət uyğun gəlsin. Deyə bilərəm. 3 tam onda böyle. 3 tam niyə olur? Mənim deyəm. 36 ilə 49'un arasındadır bu kök çıxan ədədləri. 6. 6 tam neçədir da bu, məsələn? 6 tam onda 4 götürək, məsələn. Nəyə çıxmasan? Nə qalır onda? 2 tam onda. Necə? 2 tam nə qədər? Bəli. İndi bunun tamı nə qədər oldu? 2. Tamı oldu 2 də, belə tapırsan da. İndi ədədin kəsrini tapan nə edirlər? Kaç 45. Yoxsa gedib onu deyirsən. Ədədin özündən, özü nədir? Kaç 45. Özü nədir? Kök 45 çıx 4 də ədədin özü. Ondan 2 tamam da 4 çıxar. Çıxmalıyam, abala, tamı. 2. 2'ni. Bir dənə Sor.
Kök 45. Çıxaltı. 6. Bu nəyi oldu bunun? Kəsr. Kəsri oldu bunun. Bunu bilirsən, sonra işləyəcəksən. Amma bunu gördünüz, bilməyənlər daha öyrənsin də burada. Tapılması. Daha sənə bundan qeyri bir şey düşə bilməz. Müsbət dedim, bunu hər kəs bilir. Mənfi də dedim, kök 6 düşə bilər, onu da dedim daha. Tamını da dedim, kəsirsən də. Təqribi qiymətlə yoxlayırsan. Əsas tamını tapmaqdır. Tam da rahatdır da. Bunun təxminini götürüb nədirsə çıxma, toplama edirsən. Tamını tapansı kəsin tapa rahatdır da. Özündən tamını çıxırsan. Gəlsən bura, eyni proses burada işləyirik. Eyni. Gülsən ayağı idi, mən babişka versən. Yaxşı. Yaxşı. İndi uşaqlar, sənin işin indi bundandır. 9 tam neçə? Nə isə yazın neçə. Neynəmək? Ədəd budur axı. 2026-dan çıxmayan 9 tam neçəni? Neçə qalır təxmin? 2015. Neçə? 17. 2017. Birinci bundan 9'u çıxın. 2017. Onda da 10'da 2'ni çıxın. 2016 tam 10'da 8. İndi bunun tamı nə götürüb? 2016'da açıq aydın görürsünüz. Tamı nə oldu? 2016. İndi bu kəsrin istəyir. Neyniyəcəm? 2026 çıxısı, 80 çıxısı. Ədədin özündən nə çıxacam? Tamı. Yəni 2026 çıx kök 83 ədədin özüdür. Bundan çıxmayam nəyi? 2016-nı. Neçə qalır? 10 çıx kök 80. 10 çıx kök 83. Bəs cavabdır. Belə. Belə. Bəli. Qısqanma şeylərə. Oldu. Hə, 80 sual yazanlar. Bu da çətin məsələ deyil. Bu işlem. Sən nə qədər tutur? Bilmirsən da. X-dir. Sənin nə qədər doludur? 4'də 1. X-i nəyə vuracam? 4'də 1'ə. X vur 4'də 1. Sonra neynirlər? Üzərinə gəlsin 45. Tökürlər 45 litrdə. Topla nə? 45. Deyər bu zaman sənin 2'də 1'i doldu. Nəyə bərabər edəcəm? X vur 2'də 1, yəni X-in yarısı. X-ları hara keçirdirəm? Bir tərəfə. 45 bərabərdir. 2'də X bu o tərəfə keçəndə olur mənfi 4'də X. Nəyə gətirirəm? Neçəyə vurmalıyam? 2'yə, bunu da 2'yə. 45 bərabərdir. 4'də 2x çıx X. Nə yazıram? 1. Çarpaz X bərabərdir. 4 vur 45, 180. Şu. Bunu istəyir lan. Sən 180 düz tapmışsan. Axırıncı sual. Bunu yazmışam. Ben de Bax, çok. bu yazılmalı. Uzunluğu nə qədər uşaqlar? Bura bax. Bura bax. AB-dir, uzunluğu 27-dir ümumi. Bay yazıram bura. Ümumi 27-dir. Deyir ki, C və D nöqtələri qeyd olunub. Fərqi yoxdur. Hardasa C, bir də D nöqtəsini qeyd elə. Deyir ki, D nöqtəsi BC-ni, bax bunu. BC-ni necə bölür? 3-1 nisbətində bölür. Bax, D nöqtəsi. Bu CB-ni 3-1. Bura nə yazarım? 3K 1K. Hə. Ora. Hə, B-dən başlayaraq deyir. Onda yerini dəyişir. Deməli. BC B nöqtəsindən başlayır 3-1. Bura 3K, bura nə yazaq? 1K. Sonra deyir ki, AC və BC 5-4'dür. AC və BC. Bura baxın da. AC buradır. BC də o tərəfdir də. Hə? BC-ni də belə götürək. BC də budur. İndi hansı nisbətdədir? 5'in 4'ə. Bu yerə 4K'dır da. 4 nisbət 4K'dırsa 5 nisbətdə bura nə olacaq? 5K. Toplam neçə K edəcək? 9K bərabərsən neçəyə? 27'yə K da neçə olur? Nə istəyir sizdən? C'də də K demişik də. Demək 3. Abi sapmışım. Sınav bitdi. Açırıq indi toplunu. Ben. Dim tənliklər.